Valideyn deyir, doktor, körpəm iməkləmir. Digəri deyir, körpəm oturmur və bu hallar körpəsi olan anaları çox narahat edir. Əziz analar, əgər sizin övladınızda da oturma, boyun tutmada, iməkləmədə ləngimələr varsa, demək ki, bu körpədə inkişaf etaplarında ləngimələri var. İnkişaf etapında ləngimələrin səbəbləri çoxdur. Bu zaman baş beyin, onurğa beyin və əzələlər müştərək iştirak etməlidir. Bunun hər hansısa birində patologiya olduğu zaman körpələrdə ləngimələr görünür. Bunun əsas səbəblərindən biri uşaq serebral iflicidir. Hansı ki, bu zaman əzələlərdə ya yüksək tonus olur, yaxud da əzələlərdə tonus aşağı enir. Nəticədə körpə boynunu gec tutur, oturma ləngimələri görünür, yerimədə problemlər görünür, körpənin göz kontaktı zəif olur, izləmə və baxma kimi problemlərdə özünü büruzə verir. Əgər sizin körpəniz əzələləri daha süstdürsə, yəni uşaqda hipotoniklik əlamətləri varsa, bu zaman sinir əzələ xəstəliklərindən yaxud da spinal muskular atrofiyadan şübhələnmək lazımdır. Əgər bu zaman körpəniz süstdürsə, amma reaksiyaları tam normaldırsa, bu zaman spinal muskular atrofiyadan şübhələnmək lazımdır və yaxud da digər sinir əzələ xəstəliklərindən. Yox, uşağın pilləkan çıxmağında, oturarkən ayağa qalxmağında problemləri varsa, sinir əzələ xəstəliklərindən şübhə var. Belə olduğu halda gözləyə, keçər gedər demək olmaz. Çünki erkən müdaxilə və erkən diaqnoz can qurtarır.